Hava nə hava, təmiz hava, ləzzət, dağ evi gənə gəldi. Vişnyovkada. Qiymət 14 sotdur ya bura. Özdə yoldan ikinci ev. İçərilərə getmirsən. Hörmətli izləyicilər, hamınızı salamlayıram. Vişnyovka, Taksimatorun tərəf, Bilgəh tərəf. Sabunçu rayonu Bilgəh. Gəl bura. 14 sotdur. Evimizin təmiri indi baxırsınız biraz. Amma evin içi bilirsiniz nə boyda ev. Ha, Vilnuska. Gəl bura. Pultla idarə olunan qapı. Hörmətli izləyicilər. Əla yerdədir. Deyəm sizə yoldan ikinci evdir. Buranı çəksən. Ona görə yolunu çəkib göstərdim. Çünki gəlsəm müştərilər özləri gələcək. Biz qalacağıq kənarda. Ona görə də yox, göstərməyəcək. Buranın yerinə heç kim ilişə bilməz. Deməli, burada hamam tualet həyət üçün nəzərdə tutulmuş ayrı-ayrıqdadır. Bura yay mətbəxidir. Bir dənə ötəri göstərək. Orada qazanxanadır. 14 sot, kupça çıxarış, torpaqda evdə. Bir dənə ötəri çək buranı. 2 otağımız var burada. Bu bir otaqdır. Bu da ikinci otaqdır. Gedək bağına, bağçasına, evin arxasına keçid var. Zeytuna baxacam. 295.000 endirimi olacaq. Həyətdəki o tərəf botanika bağıdır. Güllərə bax. Həyətin özü baxımlı da, baxırlar həyətə. Fikir verirsə tərtəmizdir. Gəl bura bir dənə. Bura bisetkasıdır. Gəl. Elə bilirsiniz hovuzu yoxdur. Baseyni də var. Gəl bura. Şəxsi tikili evdir ya. Bax baseyni. Bura mətbəxdir. Mətbəxdən də çölə baseyn tərəfə çıxış var. Bu qiymətə belə yerdə, yəni yola yaxın ev yoxdur. Güllərə bax. Həyətə bax, tərtəmiz. Həyətin çəkeyim olsa. Qızıl güllərə bax. İç saxlamaq üçün valyer. Deməli, həm quyusu var, həm şirin suyu var. Bax, suluyurlar. Quyusu da buradadır. Nara baxırsan. Göyçay narıdır. Gəl bura. Gəl bura. Alma, əncil, vişnə, gilas, üzüm. Bir dənə buradan fasad görünüşünü evimizin çək. Şifri təzə şifirdir ya. Şəxsi tikili mülkdür. Bax, şəxsi ev istəyənlər zəng eləyin 070 858 31 44. 14 sot az deyil ha. Burada torpağın sotu da bahadır. Yəni bu içərilər deyil. Təmiz, baxımlı, tərtəmizdir. Bu tərəfində çək görsən. Gəl bura. Heç bir həyətdən bağ görsənmir. Baxın, çək görsən. Hansısa ev görsənir, yox. Heç də görsənmir. Ərik ağacı, alma. Əsl bağ istəyənlər buyurun. Videonu bölüşün, like düyməsini basın. İnanın mənə təmirini görünüb bəyənin. Bir dənə mətbəxi var ki, görsən. Filtrin hovuzdur. Hə, deməli, hardasa 4-ün 10'a. Gəl. Bu nə idi? Magnolia. Deyə bax, qardaşdır, təmizləyir həyəti. Gəl. Ev böyük evdir, təmirlidir, bir köpük pul qoymayasın. Əşyalı satılır. Burat virandadır, oturub deyir, əşyalı satılır ha. Buyur, keç evin içine. Tələsmədən kim alsa Allah xeyir versin. Girişdə dolab, radiator. Baxaq birinci, bax bu otağa. Gəl bura. Bura uşaq otağı idi, səhv eləmirəmsə. Bu tərtəmizdir. Böyle Vişnyovkada qardaş şey olmur ha, yəni bura nəmişlik zat belə əsər əlamət yoxdur. Spalni. Spalni, yataq otağı. Qurban sizə. Getdik. Bu otağına baxaq, detski otaq, uşaq otağı. Əşyalı, hamısı qalacaq evin içində. Bəli, otaq hamısı gəlin. Hadisa bir 240-250 kvadrat olar. Burada da belə bir güşə. Kondisioner zaten hamısı qaydasında. Hamam tuvaletini bir dənə çək görsək. Böyükdür hamam tuvaleti. Səliqəli. Bir dənə mətbəxinə baxaq. Bu mətbəxdir ya. Mətbəx deyim ha sizə ya. Mətbəxə bax bir dənə.
Məncə bəyənilsin, hörmətli izləyicilər. Mütləq bu şansı buraxmayın. Belə evlər çox retk olur. Çox retk, əşyalı özü. Ha? Ha, hardasa bir 4 metr var. Olar? 4 metr rahat. İsti pol da burada. Ha, buradan da dediyim kimi də baseyn hissəyə, baseyn tərəfə qapısı var. Bir dəqiqə. Ha? Ha, fərqi yoxdur. Panoramanı çəkmək istəyirdim. Buyur. 295 min. Aşağı yeri olacaq. Bugünə bu qədər. Sağ olun. Minnətdarım.